Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vloqla xoş gördük hər birinizi. Bu gün də tezdəndir, saat 7 oyanmışıq. Uşaqları dərsə yola salıb, axşamdan yoldaşım evə lazım olanları almışdı. Mən də saxladım, Elvanı səhər-səhər yerləşdirdim. Sonra keçdim digər işlərimi görməyə. Kənddən payda gəlmişdi, anam pay göndərmişdi. Payı çox olsun, Allah bərəkət versin. İnəklərinə belə deyim, pendirdən, süddən göndərmişdi. Mən də onları da yerləşdirdim. Südü bişirib hazır göndərmişdi. Elə biraz isidib, sonda hələ ki işlərim var. Saxladım sona, isidib qatıb tutaram. Sonra alınanları yerləşdirdim. Çıxdıq, gəlin qaynana heyətə. Qızlar, həyətə çıxıb hərəmiz bir ördək tutduq, kəsdirib, təmizlədik, tükünü yolduq. Kəsib təmizləyənlər bilər ki, ördək təmizləmək elə də asan bir iş deyil. Hərəmiz birini təmizləyib yolduq, artıq qalan tüklərini də ana burada ütdü, yəni qaza verdi. Burada da pişiklər gözləyir ki, nə vaxt bunun içərisi çıxacaq, onlar da yesin. Ana için çıxardıb yudu, təmizlədi. Mən də apardım içəri. Qəşəngcə doğrayıb təmiz-təmiz yudum və günorta üçün plovun alt hissəsinə qoydum. Suyunu da, plovun da suyunu qoymuşam artıq qaynamağa. Düyüsünü də islatdım. İslalıqda qalsın, biraz özünü tutsun düyüdə. Sonra başladıq ördəklə plovu hazırlamağa.
Belə qızlar, ortalıqda ev işlərini də bitirmişəm. Çay dəsmallarını da tez-tez belə ara sıra, yəni tez-tez qoyuram, qaynayır. Qabın içərisinə qoyuram, qazın üzərinə qəşəngcə qaynayır, olur tərtəmiz. Həmin gündən biri idi. Çay dəsmallarının hamısı deyil, bir ikisini yığmışam, qaynasın. Qab tutar, yəni tutana qədəri yığdım, qaynasın. Sonra o birilərini də yığaram, qaynayar hissə-hissə. Belə qızlar, düyünü də burada yudum, təmiz-təmiz suyunu islatdım. Sonra başlayaq bişirməyə. Və qızlar, düyünü süzüb qoyduq dəmə. Dəmə qoyuruq. Ördək tər olduqda 1 saat 40 dəqiqə qoyuruq, dəmdə qalır plov ki, ördək də qəşəngcə bişsin. Tər ördək olduqda. Burada da qaynım oğlu belə baxır ki, gəlin bacım nə ayırır, nə çəkiliş eləyir burada. Biraz da belə çəkiliş edib, burada dayandırıram videonu və keçirəm qənd bişirməyə. Qəndimiz də bitmişdi. Başladım qəndi hazırlamağa. Yemək bişənə qədər qənd də hazırlansın. Uşaqlar da az qalır dərsdən gəlmək vaxtlarına. Həmin vaxta qədər yeməklər də, qənd də hazır olsun. Belə qızlar, burada artıq qənd də bişdi. Tökdüm listə ki, qalsın tam soyusun, sonra doğrayım. Yeməyimiz də artıq hazırdır. Oturduq, yeməyimizi çiftəni hazırladım. Yeməyimizi yedik, yığışdırdıq, yudum, qabları yığdım ki, biraz suyu getsin. Həmin vaxta qədər mən də qəndi doğradım, sonra keçdim yudum qabları yerləşdirməyə.
Və belə qızlar, sonra da sütü tökdüm, biraz isitdim. Dediyim kimi bişmiş idi. İsitdim biraz, qatıq tutdum və videonu sonlandırdım. Videonu izlədinizsə, izləyib bəyəndinizsə, bəyəni işarə qoyub abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.